Baxın, bu siyasətçilər tamamilə məsuliyyətsizdirlər. İctimaiyyəti və seçicilərini ələ salırlar. Netanyahu Yəhudi Tövradını, Trump isə Xristiyan müqəddəs kitabını sui-istifadə edirlər. Statları səhv yazmaqla xaos yaradırlar. Netanyahuda heç bir məsuliyyət və ya ədəb-ərkan yoxdur. O, həddindən artıq zorakılıq adamıdır və bu müharibədən əvvəl də yaxın şərqdə saysız-hesabsız müharibələrin müəllifi olub. O, İsrailin qanunsuz və işğalçı siyasətini, yəni öz gizli məqsədini və ən əsası da Fələstini qanunsuz işğal edərək, öz nasist maraqları ilə bölgədə apardığı müharibə ilə təsdiqləyir. Və bütün məsələ də elə bundadır. Ona görə də o nə deyirsə desin, heç biri inandırıcı deyil və olmayacaq da. O, mənim fikrimcə, kinlidir. O, nasist və qəddardır və onun getməsinin vaxtıdır. Çünki o, bu dünyada kifayət qədər problem yaradıb və İsrailin bu dəfə etdikləri dünya iqtisadi böhranına səbəb olacaq. Bu adamın yanlışlarının bədəlini ödəməsi üçün dünyanın vacib ölkələri bir araya gəlib açıq şəkildə danışmalıdırlar və deməlidirlər ki, İsrail və ABŞ-ın etdikləri açıq-aşkar qanunsuzdur və bütün dünya təhlükədədir. Əvvəllər belə bir şey olmuyor. ABŞ-la müttəfiq olan ölkələr həqiqəti deməkdən qorxurlar. Səudiyyə Ərəbistanı, Bəhreyn və ya Əmirliklər kimi ABŞ hərbi bazalarına malik ölkələr bundan əziyyət çəkirlər və həqiqəti deməkdən qorxurlar. Dünya üçün təhlükə saçan Trump və Netanyahu cütlüyü ağla sığmaz xəyallar qururlar. Onlar qəddar və amansız müharibələrə başlamışlar və dünyanın əksər hissəsi isə buna susur. Əgər dünya liderləri ABŞ-a və İsrailə bu vəhşi qətliamları durdurun desələr, onlar bunu dayandırmalı olacaqlar.